Əziz tamaşaçılar, bugün təqdim etdiyim kitab 3 əsrdən bəri populyarlığını itirməyib. Dünya ədəbiyyatının klassik incisi sevilir və oxucular tərəfindən hələ də böyük həvəsli oxunur. Daniel Defoe'nun Robinson Crusoe əsəri uşaq ədəbiyyatının ən gözəl nümunələrindəndir. Hamımızın ara sıra hər şeydən uzaqlaşıb, kimsəsiz bir adada yaşamaqla bağlı xəyallar qurduğunu təxmin eləmək olar. Bu əsər mənə görə həmin xəyalların kitab halıdır. Robinson adaya düşür və hər şeyini itirir. Evini, cəmiyyətini, təhlükəsizliyini. Amma ən maraqlısı odur ki, o ümidini itirmir. O bu tənha və yalnız adada həm yaşamağı öyrənir, həm də yenidən insan olmağa. Vəhşi təbiətlə mübarizədə isə əsas silahları ağlı, səbri və iradəsidir. Defoe burada göstərir ki, insan ən çətin şəraitdə belə öz həyatını yenidən qura bilər. Robinson Crusoe əsəri elə əsərlərdəndir ki, sonunda mütləq bunu deməyə ehtiyac duyuram. Əziz tamaşaçılar, bu əsəri oxuyun və hər zaman kimi sağlıqla qalın, kitabla qalın.